Rusiyanın təsir imkanları nə səviyyədədir Müşfiq bəy? Çünki elə 8 avqustda siz də az öncə xatırlatmış olduğunuz Vaşinqtonda imzalanmış sənəd ərəfəsində də müzakirə olunurdu ki, ümumiyyətlə Rusiyanın Ermənistan üzərində bu səviyyədə dayaqlarının olduğu bir vaxtda, xüsusən də xüsusda Vaşinqtonda belə bir öhdəliklərin götürülməsi, yəni Ermənistanın bundan sonra bu öhdəlikləri praktikaya dönüşdürəcəyi anlamına gələ bilmir. Bu mümkündürmü? Yəni Rusiyaya rəğmən Ermənistan bu öhdəliklərə gedə biləcəkmi? Mən düşünürəm ki, Rusiyanın Ermənistana siyasi təsir vasitələri o qədər də yüksək deyil hazırki konjunkturda. Çünki Ukraynada müharibə dərinləşir və Rusiyanın özünün dərinliklərinə də Ukraynanın endirdiyi zərbələr göstərir ki, yəni Trumpla Rusiya rəhbərliyi arasında gedən, Trump administrasiyası ilə Rusiya rəhbərliyi arasında gedən danışıqlardan sonra Moskva müəyyən qədər ümidlənmişdi Birləşmiş Ştatların Ukraynada ona güzəştə gedəcəyinə və böyük qələbələr əldə edəcəyinə, hətta digər ölkələr də, qonşu ölkələr də hədələyirdi. Amma müharibə getdikcə dərinləşir, Rusiyanın hələ başı qarışıqdır, Qafqazı o cəzalandırmaq imkanlarından kənardır. Onun hazırda Ermənistanla Rusiya arasında əsas mübahisəli məsələ Avrasiya İqtisadi Birliyi ilə bağlıdır. Yəni Rusiyanın Ermənistana iqtisadi təzyiq rıçaqları siyasi təzyiqdən daha yüksəkdir. Bilirsiniz ki, bu saat Ermənistan bütün ərazisi Avrasiya İqtisadi Birliyinin və Gömrük İttifaqının ərazisi hesab olunur. Və Rusiya da Ermənistandan tələb edir ki, sən Trump marşrutunu açmaqla bir ölkənin ərazisində, daha da konkret deyəcək, Avrasiya İqtisadi Birliyinin ərazisində iki iqtisadi və gömrük qaydaları tətbiq edə bilməzsən. Bu halda Avrasiya İqtisadi məkanı və iki hissəyə bölünür. Bax, problem bundadır. Ona görə də mən hesab edirəm ki, Avrasiya İqtisadi Birliyindən bağlı məsələnin getdikcə böyüməsi gələcəkdə Ermənistanın bu təşkilatdan çıxmasına gətirib çıxara bilər. Və həm də onu deyim ki, Meyridə azad iqtisadi zona var, İranla deməli əlaqələri təmin edən, ticarət əlaqələrini təmin edən azad iqtisadi zona var və bu ərazinin özünün də Amerikalıların nəzarətinə keçmək problemi yaranır Rusiya üçün və Rusiya çox çaşqın vəziyyətdədir. Yəni, bir növ avqustun 8-də imzalanmış sənəd Rusiya üçün böyük gözlənilməz siyasi sürpriz oldu.